Bacanaqlar serialı başladı. Xala, bir qabda çəkim gətirib... Yok. Başımla dön. Çok sağ ol. İnanırsan, bu vaxta qədər mən belə dadlı yemək yeməmişdim. 2 boşqab yemişəm. Doğrudanmış olsun. Çok sağ ol. İndi bala, mən bura nəyə gəlmişəm? Deməli, eşitdiyimə görə... Ceyran deyibdi ki, Talih evi təmir elətdirib. Qutarandan sonra Arzu ilə boşanıblar deyinən evi 2 yerə böləcəyik. Bəsdir. Bunu mən demirəm. Bunu qanun deyir. Nə olar? Rast ki, qanun deyir. Onda mən də Talihə belə bir qəşəng qız tapacağım. Onu zakonla evlendireceğim. Ondan sonra görüm ne eləyəcəksiniz. Ama yemek yaxşıydı, başına dönüm. Sözümün canı oldu ki başına dönüm. Bəsdir, avara betdin, gəzdin. Gel sana böyle qəşəng bir kız tapım, seni evlendirim, yığ ailənin başına, qadın alım. Yani sen de her defa deyirsən evlendirim. Kimle evlendireceğiz seni? Niye, kimle evlenirsen? Önler xalan oğlunun toyundaki o aş getiren rəqqasə kız var. Gel onu alım sana, biraz söhbət elə, biraz ne bileyim, baxdana, indi xasiyyətiniz tutar laf yaxşı, tutmaz gönə boşanarsan, ayrılarsan, burada ne var ki? Dilşad deyir sana yani. Onunla 2 dəfə xəstəni tutmadı da. Ben görüm, onda istəyirsən o komşumuz Ayaz kişinin kızını alaq. Qənirəni. Nə qənirə? O Ayazların yubileyində o tamadı kəllatan qənirə. İndi biraz nervində. Yani nervini vurub mən pasilə salacaq, elə deyil. Evil savamında fikirləşməliyəm. Nə olubdu? Talih gözünün altını görərib, araba kəlləyinə vurub. Olmur, şəxsiyyətli adamam mən. Aynı bir sən nətərdir. Mən bir dəfə sevib ailə qurmuşam. Aləm də dağıldı. Özün kimlə evləndirsən evləndir. Onda ben bilirim seni. Kimi alacağım? Ay mama, sən də Bəsdi xalayla elə danışırsan ki, biraz şirin dil bir şey sala bilmirdin, bir xoş sözlər deyərdin biraz. Özün də görsən ki, Talihlə barışığa doğru gedirik. Getməyinə gedirsiniz, amma yaman ləhq gedirsiniz. 6 ildir o şey gedirlər. Vay mama, birdən Talih həqiqətən də gedib başqa bir qız alar. Arzu da əsəbləşib qab-qaşığı sındırar. Mənim də qab-qaşıqlarım çox bahalı dayım mama. Az, kimdir Bəstiyə qız verən? O mən idimi? Verdim bunu getdi onlara. Mən ağılsız, hardan bileydim ki, bunlar heç lafərə yazat tutmayıblar, heç. Zırıldama, yaxşı oluyor. Ay canım. Necə deyəcək? Bəsdi xalanın təzyiqi normaldır. Normaldır, normal. Çok sağ ol başına dönüm, çok sağ ol. Ay canım. Çarxıb sana ay kız əvəzinə gəlin dedim, başına dönüm. Görsən belədir dana, dil karxıb həməşə sözün düzünü de. Səkinə xala demişkən, nə düz, o düz. Bu da Şıxəli kişinin nəvəsidir. Oğlumdu bala. Onun da senin kimi parmağı boştu.
Niye ne diyorsun? Hayır, parmağımız boştu ama cebimiz doludu. Ona bak, kopya şüpheli babası değil. Yerişi de şüpheli, duruşu da, bakışı da. Böyle ne varsa hamısı şüphelidir. Gül. Bak, dişleri de şüphelidir. Əsas cibin dolu olmağı deyil ki, gərək baş dolu olsun. Baş dolu olsun, o tenden işte baş dolu olsun. Garip şeyler ediyor. Cibde pul çok olandan sonra başı doldurmaya var. Cib, pul, baş. Cib, baş. Pul problemi yok. Problemi yoktu. Daha yani 2 dakikadan bir şıkalı. Araştıracaklar şıkalı kimdi bir yavru olacak değil mi? Her dakika indirsen olmaz. Şalat ne yığıştır. Anamın geldi lan. Aycan. Sağ olun. Gitmek istiyorsan gel otur görüm. Başına dönüm. Kızım bilirsen ne var? Ben açığım, biraz ben açık danışan adamım. Açığım ben seni bura davleniye göre çağırmamıştım. Ben seni bura çağırmıştım ki benim oğlumla birbirinizi göresiniz, tanış olasınız. Ben senin halanla da tanışmışam. Ala bak bu üzüğü tak parmağına. Gidi görüm ne kişi eller var. Başına dönüm. Mübarekti. Gidersen evinize mamangile dersen ki Bəsti xala sabah bize elçi gelecek. Bəsti xala tez deyil üzük taxmaq. Buyur. Bəlkə heç oğlunuzla mənim xasiyyətim tutmadı. Bu ay bala tutmadı. Dünya dərəbəylik deyil ha. Xəsiyyətiniz tutmadı. Onda bak bu üzük 12 gramdı. Ya gram pulunu qaytarırsan ya da üzüğü al. O ki kaldı oğlumun xəsiyyətine. Benim oğlum elə bir oğul öyle. Get bak Baytar klinikası var 3 mərtəbəli. Gelirsen oradan onunla bir danışırsan bir söhbət eləyirsən. İndi bəlkə xəsiyyətli dana tuttu. Ha? Ceylan xala. Bay İska, səndən çıxmayanış, nə yaxşı gəlmişsən? Xala qurban. Yaxşıyam, sən necəsən? Ben necə olacam Nə olub, qanın qaradır? Ben bir kız sevirdim axı. Da bu axır vaxtlar başım qarışdı alverə, qız yaddan çıxdı. Bugün də bilmişəm ki, qızın anası üzüklərlə maraqlanıb. Zəng elədim qız gilə, eşitdim ki, qızı veriblər. İndi qış aydı da, neyniyim, alver də yoxdur ki, biraz alver edeyim, qızı yaddan çıxardım. Qalmışam belə. İska, sən mənim sözümə qulaq asmırsan, ha? Ada mən sənə 100 dəfə demişəm ki, gəl gül kimi qızdı, bu yeganəni alaq da sənə. Ay Ceyran xala, 12 dəfə alıblar da. Yaxşı, bəs qız kimdir? Bir dənə buna bax, göstərim sənə şəkil. Şəkili var. Bir dənə olsun, bir dənə buna bax. Bəsti xala, Ha? eşitdim oğlunu evləndirirsən. Hə? Onu sana o başıboş xəbərlədi, elə mi o saat? Hə, ay mama, mən dedim. Tutalım ki evləndirirəm. Sana ne? Bəsti xala, sən mənim xarici pasportumu bu dəqiqə verməsən, mən sonra Talihin toyunda girirəm şadlıq sarayına, əlimə alınan mikrofonu. Deyirəm, ay cəmadı, bircə dəqiqə dayanın, əl saxlayın, yeməyə qoyun qırağa. Məhəbbət kəlmə kəsir. Talihi anası zorla evləndirir. Onun evdə 2 dənə uşağı var. 2 uşağı qoyub bunu evləndirir. Bu söhbətdən sonra Bəsti xala, qudaları mən rəqsə dəvət edirəm. Məhəbbət. Əlini çək. Mikrofonu ver bura görüm. Boy. Qonşular səsimizi eşitdi. Yeri.
Ceyran xala, indi sən deyirsən ki, bu bacım oğlu İsmailin bu evlənmək söhbətinə mən bir axsaqqal kimi düşüm qavağı həll eləyim, eləmi? Hə. Ceyran, mən boynuma alıram. Qabaqlar kasıb vaxtı, mən sən deyənlə oturub dururdum. Hansı havanı çalırdım, onu da oynayırdım. İnan şükür. Pulum var, evim var, özde sen de benim evimde kalırsan. Qismət, Ha? sən nə qədər varlı olsan da, milyoner olsan da, sənin 3 zəif nöqtəni mən bilirəm. Nerede olacak? Birincisi, elə eləmə ki, anana deyim ki, mənə qızıl komplekt almısan. Bu birincisi ya babat oldu. İkincisi, Sonuya, bacına, 1200'e aldığım plazma televizordan kızın Vəfanın hələ xəbəri yoxdur ya. Qismət. İkincisi birincisinden de babat oldu. Ay baba. Üçüncüsü de yaqin odur ki, Vəfa ilə məni boşaltdırıb uşaqlarımın üzünə həsrət qoyacaqsan, nəmi? Qismət, bu üçüncü değildi. Ha? Bu belə başqa əla bir fikirdi. Qismət. İndi mən sənin 4 zəif nöqtəni bilirəm. 4. Ha buyurun Fikret Müəllim. Yok təkəm eşim yoktu. Buyur ne dersiniz deyin eştirəm. Lütfen bu harika. Ben lan sen ağzını taşına fikir ver ha. Buyurun hoş geldiniz hanım. Benim bu güzel baytarlı klinikam. Klinika ben vurgulayabildim mi klinika? Benim olduğumu başa düşüldü mü? Benim klinikamdı. Bəstə xala, İşte. Bəli. Bəstə xala dedi ki, sizin klinikanız şəhərin ən yaxşı klinikasıdır. Çok hayvanlar burada şeyle getirdiler. Mənim bu krokodilimin, Krokodil? yəni pişiyimin biraz problemi var. Ha, pişiğinizin problemi var. Ay ne güzel pişikti, ne güzel pişik. Pişiği çok tariflenmeyle bil, bir özür istedim. Yok ya siz özünüz bu krokodilden güzelsiniz. Pişiği nereden yapıyorsun? Böyle ne sorusuz? Hangi krokodilden de güzelsiniz? Sen özgür biraz bence de kıymeti. Yersiz kompliment değil ama son vaxtlar bende bir problemler var. Pulda problem yoktu, biraz sağ köşede bir balica boşluğa mənə gelip. Nerede pişiğin problemi? Bu pişik, Buyurun əyləşin, kesin əyləşin. Bu pişiğin problemi, baxım bu pişik hər dəfə Ama evdən pişik qaçır. gözəl da, pişik... Yox, sən ondan gözəlsən. Bu pişik hər dəfə evdən qaçıb gedir. Gedirəm, tapıram, gətirirəm, yenə qaçıb gedir. Dərdi nədir bilmirəm. Qaçağan pişikdir də. Çox üzr istəyirəm. Bu pişik burada başqa cür miyoldur. Evdə nə tər miyoldur, yəni necə miyoldur? Miau eləyir, yoxsa miau, miau. Nə səviyyəsi istəyirsən? Gələk şixalı babana oxşayasan. Üzr istəyirəm, mənim köməkçim Xans var gəlmir, onun qəşə avazı var, babat miyollamaq var, o gəlməyib deyin, məcburam özümü yollayıram. Mən özüm Oradan yemek getir, sonra yemek getir kardeşim. Gətirirəm. Sağ ol, narahat olma. Hayır, narahat olma, ne dedik şeyim. Ulan, devre sen... Sen bizden süre kesmezsen. Yok, sağ ol. Indi bundan yiyip gelmişim. Sağ ol.
Abi sen Ne olsun yemisən Ay yox, yemisən də indi biz. istəmirəm da indicə bundan yiyib yox, gəldim. Ha, elə yemişsen şey- yemişsen de bizden de ye. Elə şey olmaz, elə şey olmaz. Necə? Tamam kaşka bak. Senden bir de kaşka Sən buna bax, hələ bir buna Ha, bax. bir de yesin. Hələ bir buna bax ki. Hadi yemin de mecbur edemem. Ben mecbur edemem. O yesin də. Ben mecbur. Bak da bak da. Bal, yaxşıdır. Yaxşıdır. Yok şey. Hə, oldu. Hadi işte arada da nerede? Baba sen geçsin anlattı. Sən nəyə gəlmişəm? Bu Vəfanın xalası oğlu İsmail bir qız istəyir. Maşallah. O qızı da başqasına veriblər. Maşallah. İndi Zeyran xala da məndən xahiş elədi ki, bu məsələni bir ağsaqqal kimi qavağa düşüm həll edeyim. İndi sən nə məsləhət görsən, nə tər eləyək ki, o qızı ona alaq? Sen bir 100 veriyorum. 100 veriyorum sen. Nə? 100 verirsen de yemleri bu sohbet der. Hala, Belki kasırdak kızı. qaçırdaq. Nə tər qaçırdaq, ya? Efe sen başın ne ter kaçırdın. Hə, yaxşı, yaxşı. Özde bir yadındadır mı adın koydu kaçırdı. Ben maşına gelmişim palaza bükülerek sonra maşındadır. Hadi yaxşı, yaxşı. Özde yadındadır mı Promo senin evine kaçırdık başını. Hadi yaxşı da yadımdadır da, yadımdadır. Hadi yanında istedim yadında olsun da. Bura bax, indi bunu nə tər eləyək, nə məsləhət görürsən? Nə tər qaçırdaq? Salam xanımlar. Xatirə sənsən? Hə, Arzu mənəm. Necəsən? Xoş gəlmişsən. Baba tanımadın? Xatirə, qrup yoldaşım. Yox, tanımadım. Ay qız səndən nə əcəb burada? Bizə elçi gələcəklər. Aşağı sexdən dedilər ki, çıx dizayn otağına. İstəyirəm özümə qəşəng paltar tikdirim. Ay qız təbrik eləyirəm, nə yaxşı. Danış görüm. Eşitdin də Sevda. Axır ki mən də öz arzuma çatdım. Qardaşım boşanıb təzədən ailə qurandan sonra, evlənəndən sonra sənin anan mənim xarici pasportumu məcburi qaytaracaq. Mən də çıxıb gedəcəm xaricə. İnanırsan ay məhəbbətim, qardaşım Talehin öz ailəsindən boşanıb ikinci dəfə ailə həyatı qurmağına görə yaman xoşbəxtəm. Sağ əli, bax onun xoşbəxtliyini sağ əli, bax belə olsun sənin başına. Səndən birinci dəfə də belə ağıllı söhbətlər eşidirəm. Çox sağ ol. Ay məhəbbətim, deyirəm ki, qardaşım indi ailə həyatı qurub da ikinci dəfə. Deyirəm onlar gedəcək balayına, istirahətə, gəzməyə. Deyirəm icazə versəydin, darıxıram, elə mən də onlarla gedərdim, gəzərdim, gələrdim. Sən heç öz balayına getmədin, onlarla nə gedəyəsən, Gedərdim da. Mən gec-tez səndən boşanıb özümü xoşbaxt eləyəcəm dayan. Ay məhəbbətim, inanırsan, elə mən özüm də həmişə sənin xoşbəxtliyini istəmişəm. Ay nənə, sər bax o nə idi? Bəstin ələmdən o qırğın dava. Ay qız, sənin nəyinə lazımdır? Uşaqsan, otur uşaq yerində. Bəsdir bilər, mən bilərəm. Məni yandırıb tökən oldu ki, ikinci dənə mənəm. İkisi də gündə bir-birlərini qırırlar. Mən yazıq neyniyim? Sizin dərdiniz nədir axı? Sizə deyən var, oturdun, durdun, yedin, içdin. Nəyi bir-birinizlə bölüşə bilmirsiniz axı? Nənəm yaşlı arvadsınız, Bir-birinizin dediyi söz bir-birinizin keçmir. Bəsdir, mənim qabağımda, Ceyranın qabağında fironluq eləyir. Firon. Nənə, mən sana neçə dəfə bax demişəm ki, bəsdi nənəm nə deyir, sən ona fikir vermə, boş bırak. Sana nədirsə xoşuna gəlməyən bir şey desən, gəl mənə deyim, mən də gedim onunla danışım ki, belə demə, Ceyran nənəyib istəsin.
Əmayər elə danışır ki, elə bir 70 yaşında qoca nənədir. Sən narahat olma, mənim 6 yaşım var isə sən mənə 60 yaşıma çevirdin. Sənin dərdin qavayan qocaldı və ya aymayı. Qaqa, indi bax, bu qızı qaçırtmaq üçün bizə maşın lazımdır. Hə. Da indi maşın da məndə var, sən də onu pulu verib maşın götürəsi deyilsən ki. Ayşe tək iş düzəlsin, pul problem deyil. Nədir? Pul ver, pul ver, pul ver. Hala. Mən milli pulu yoxdur, 100 manat. Ay, sağ olsun. Problem yoxdur, onun qaçırdarı problem yoxdur. Şimdi qaçırtmaq üçün qardaş, Ha. məncə xalça da lazımdır. Lazımdır da xalça. Nədir indi mən xalça alım? Yo, sən niyə görə İsmailə görə xalça alırsan ki, qardaş? Məndə var da xalça. Vay sağ ol, var ya. Amma yuduzdurmaq lazımdır xalçanı. Nədir pul vereyim, xalçanı yumaq? Yo, pul niyə versən ki? Bu qarda, soyuqda, boranda canım da çıxar, yuyaram xalçanı, xəstələnib ölərəm. Tek ki, sən arvad qohumlarımın yanında. Ya, olma qardaş, başın yuxarı olsun. Can sağ olsun. Ya. Eybi yox. Aydındır. 20 bəsdir. Ay qardaş, yuduzdururam yuduzdurmağına da. Bir dəfəli hamısını yuduzdurum. 6 dəqiqə xalçadır da, nə var benim orada? Dollar yoxdur, əvəz elə onu. Buyur. Allah cibinə bərəkət versin, sağ ol, ay qardaş. Nətər edək, qaqa, qaçırdaq bunu? Abbas, bayaqdan 500 manat pulum gelir. O kızı qaçırdı, söhbət bağlansın. Narahat olmayın, qaqa, mən o 500 manata 2 dənə qız qaçırdaram. Ha, birini İsmail üçün qaçırdırsan, narahat olmayın. Hadi söz də deyirsən də bu. Arvada da şey dedim, narahat olmasan qaqa. Yaxşı, həll eləyim məsələn. Necədir, getdiyin oğlan? Yaşı çoxdur, amma hələ indiyə nə qədər evlənməyib. Sən necə, ailə qurubsan? Boşanıb artıq. Nə olsun, boşansaq da bir-iki günə barışmaq üzrəyik, barışacaq. Siyah, otur. Deməli belə, sənin ölçülərimi götürdüm, parçanı seçmişik, axşama qədər bunu qəşəng ölçüb biçəcəm. Sən belə eləyirsən, axşam gəlsən bizə. Həm otururuq, çay içirik, söhbət eləyirik, həm də primerka eləyərsən. Yaxşı? Məhəbbət, de görün məni nəyə çağırmısan? Ağbaz, indi bədən. İndi kürək oğlan. Sən o çamadanın var, kvadrat, təkərəkli. Hansısa sən neçərə gedə bilmirsən qaynananın qorxusundan. Onu gətir ver mənə, gedə bilənlər getsin, xarici pasportu olanlar getsin. İstirahət edəsin Türkiyədə, Dubayda, Antalyada. Gətir də, nə durmuşsan? Başa düşmədim, məhəbbət. Sən o pasportu qaynamızdan necə aldın ki? Mikrofonun şotuna. Mikrofon şotunu nədir, başa düşmədim. Əhmədlər, məhəbbətdə həmişə variant var. Məhəbbət yeganə oğlandı ki, nənəsinin adını daşıyır. Məhəbbət, mən səni çox gözəl tanıyıram, qardaş. Səndə o ürək yox, desən o ürəyin sahibi döysən ki, gedib qaynanandan xarici pasport alasan. Sən 100% o nəsə variant zat işlədim səni, başqa cür mümkündür. Mətləb, el eləmə ki, Türkiyə getdiyim yerdə sroka gedim, ha. Sən bir nə göstərdin, onu necə? Orası istəyir, ona da. Yenə nə olub məhəbbət? Yəni gözün altına göyərib. Mətləb, onmamdan təpik nətər vurubsa gözümün altı qaralıb.
Kızın da ayağına topuğuna bir tep vurmuştu, burnun kırılmıştı. Kurtar sen de mətləbi vur da. Ha, elə deyil, Mənim idmansılara böyük hörmətim var, sən bilməsin. Məhəbbət, bəs deyil idmanslara hörmət qoydum. Qoy bir açıda idmanslar sənə hörmət qoysun. Harada tuturlar, şapalaqlayırlar, bəs da. Bu qədər jest eləmə, ay qardaş. İşim var, işim var. Fişərlə danışmalıyam. Mən bilmirəm. Ya gedir indi sən mətləbi nakazat eləysən, ya da ki mən sənin toyunda əlimi atıb cibimə mikrofon götürüb deyirəm, ay cəmat, bir dəqiqə əlinizi saxlayın, məhəbbət kəlmə kəsir. Sizin xəbəriniz var ki, Talehin 2 dənə uşağı var. Talehin 2 dənə uşağı var. Bir də dedin? Mikrofon exoda qalıb. Dayanə, şantaj səni. Yaxşı, mən gedirəm, mətləb başlayıram ki, mətləb, bir də bu uşağa dəymə, bu sağ hörmət edir, dəymə. Söhbət bağlanır, şantaj mən... Ha. Sən onu şpaqat otuzdurmalısan. Mətləb şpaqat otuzduruyor. Yaxşı, mətləb kimdir? Gedək bu dəqiqə mətləb şpaqat otuzdurması məndən pis adam yoxdur. Bir talih uşaq var, talih. Gözdə tələsmə də. Ne oldu kızı niye kasıtmadın? Ne problem var ya? Ha qaqa, bu sən qızı qaçırtmanın deyəndə ki, mən bu qızı qaçırtdım, hara aparıb qoyacam qaqa. Fikirləşirsən sən bunu? Özün demedin ki xalan girə aparacaqsan. Ha qaqa, xalam deyir ki, gətiz qızı qoyulursa, mən ancaq 2 günlük kirayə verə bilərəm. Başqa cür mümkün deyil. O elə belə işlədir də, mən daha belə kirayə kimi deyil. Sən nə var Abbas? Siz adam yardan değilsiniz. İsmail özü bilər, Ceylan xala özü bilər. Ay şu. Sən pul ver bura. Nə qədər pul vermişəm, hamısını ver bura. Qaytar. Pulu vermişəm deyəndə ki, məndə pul var, pul deyib başındadır, ged al. Ver qardaşının pulunu, ver qardaşının pulunu. Bəri dur. Ver görən pulu. Nə pul? Mənə pul vermisən sən? Arvad qohumların üçün qızıl seyir, brilyant komplet, meyve, nə bilim oktovka sənin, bu kurort mənim, pulları sağa sola xərcləyirsən. İndi bacıva 5-10 manat çörək puluya çatmır, Dedim, ver çörək pulu. pulu vermirsən. İndi o məndən utanmırsan istəyirsən. Sən onun tuz biçirmirsən sən? Deyirəm, ver pulu, mən çıxıb gedirəm Urtədə. Yaxşı, mən gedim. Saxla. Yaxşı. Pul zat lazım deyil. Mən verməmişəm, siz götürmüyorsunuz pulu. Sağ olun, mən getdim. Desomsa pul ver də, pul verməm sana sən deyirəm. Yezdən pəhlivan, de pəhlivan! Kardeş. Ben geldim kameram. Biz yavaş tanış, bu da geçti, seni kaldırıp görürsün. Bir yavaş da. Evet, danışmadık ki, sən mətləbi şpaqat otuzduracaqsan. Kime? Ay, mən mətləb müəllim özü şpagat otururdana bir də ona nə əziyyət verək deyə müəllim tutar. Ben gedim. Ben otuzdurmak istəyirsiniz. Hadi. Talih ilə bəyəxlə danışdın ki, sən gəlib şpaqat otuzduracaqsan. İndi mən gəl. Kas eləməyin. Mən gedim mətləb. Gəl görüm bura səndə. Yox, mən Gəl gedim. Görüşək eləmə, görüşək mən gedim. Davay yana görsə otur. Ay, ciddi diyorsun. Otur. Ben seni öğrensem sana. Ben senin Otur. Gitti. Tamam. Ne? Yavaş. Ay, necəsiniz? İyi misiniz? Çok ısır istəyirəm. İdmanla məşğul olmuşum. Bütün gün idmanla məşğul olan adamım. Çok cumrahlı bədənim. Biraz elə bir üzr istəyirəm. Razminkasız şpaqada oturdum. Ha, neyse, indi hər xırdalığa getməyin adı yoxdur. Nə suallarınız var? Nəsə yenə problem mi var? Bu pişiyin evdən qaçıb getməyinin səbəbi nədir? Sevgi, məhəbbət. Başa düşmədim. Bu, niyə başa düşmürsən ki? Burada nə dedi? Yəni pişikdir da. Təkdir, bu da mənim kimi ömürgün yoldaş axtarırsına da. Bunu başa düşməyə var. Deyirəm axı, ona görə evdə də divanı cırmaq eləyib. Bu da
Hala bu pişik değil. Benim özüm bu yıl 4 tane divan değişmişim. Her 3 aydan bir, her fasda bir divan gelir. Tehlik bir şey değil. Sabah da hepsini göndereceğim eksik. Kim haberdi? Etibar kadın kalın, balanga kurban olun. Gel, gel. Gel ha. Ver. Ha ne olur niye mi dağıtırsan? Ha kurban olun ben buna 120 bin harç saymışım. Niye dağıtırsan ya surdursan? Halim Əlim, düz 6 ildir ki, mən bu evi remonteli qutara bilmirəm. Ay, bırak Halim Əlim. Haydi dağıtsan kadın alın. Hara tələsi verir. 10 yıla təmir edip tutararsan. Hayır ne olur, ne hesap sana başkan diyorum, ne olur. Halim Əlim, mən bu suvarı vururlar 6 manata kvadratı. Mən vurmuşam 8 manata. İndi ölçüb baxıb görürəm ki, düz 60 santim bu divarlarda 50 var. Yox, Halim Əlim, Ya sen koy yerine kadın al. Ha 12 manat vererek düz vurarsan. Canı sağ olsun, buna göre ev uçurdarlar. Danışdıq Halim Əlim. Ne danıştık? 12 manat. Ha 12 manat danıştık. Gidebilirim. Yox, Talih müəllim, bir də bu sizin yataq otağının işığı var, yandırıb söndürəni. Ha, kulçadır. Hə, onu da aparıb qoymuşam mən bu bloka. Aha. Dağıda bilərəm. Ha, yok dağıtma, canı sağ olsun. Yataq otağının kulçatını koymuşsun blokada. Bunu yolla. Yataq otağının, axırıncı otağın kulçatını çöldən blokdan koymuşsan. Allah, hoppa. Sənə bir məsləhət hanım. Səncə mən nətər eləyim? Mən axşam yatanda əynimi soyunum, belə lüt çıxım blokdan işığı kesirdim, yoxsa əyni yencəhli gedim blokdan işığı söndürüm, sonra düşüm aşağıdan mağazadan şam alım, şam yandırım kesin. Şam yaxşı, Talih müəllim. Şam yaxşı, değil mi? Şam. Biraz çalışma ki, sən xəstəsən, səni divara yapışdırmasan məndən pis adam yox. Ya Talih Əlim! Sən oğlum. Hazır. Hele evin tabirinden bağlı təhvil təslim deyil. Evi götürürəm, bugün sabah götürük. Ha, sağ olsun etibar elə düzü koşub evi. Ha, divar dəyərliklər. Gəlin evde söhbət eləyək. Ha, çomak evde 5 düşün yığıb. Ha, bir vur. İsmail, dəqiq bilirsən ki bu qızdır. Ceyran xala, özüm nə qədər mal satmışam, əlbəttə odur. Gəl içəri görək nə ildik, gəl. Ay qızım, qurban olum sənə belə abırlı, həyalı, ağıllı oğlandı verirəm sənə. Al da bunu da, al apar. Ceyran xala, mən İsmaila neçə dəfə demişəm ki, bu mümkün olan şey deyil. Niyə bala? Artıq gecdir. İndi də mən başqası ilə evlənirəm. Oy ana. Xatirə tanışıq. Biz artıq tanışıq. Tanışıq, sevgila deyilik, tanışıq, hadi tanış, salam. Həyat yoldaşım Talih. Talih, bəs anan deyirdi sən subaysan. Bir dənə çox üzr istəyirəm, xanımlar. İndi mən hər sözə başlanım, sən sus İsmail. Analar üçün hər zaman evlatları körpədir. Hər zaman evlatları subaydır. İsti ana qucağı lay, kupşi lay. İndi sənin anan səni mənim rəfiqəmlə evləndirmək istəyirdi. Ha, nə eləməliydi? Anam məni subay aparmalıydı qəbristanlığa. O da istəyir yeni nəvələr görsün, yeni gəlin. Ana istəyir, daha yarısı. Mən istəməmişəm ki, anam istəyib. O ki qaldı mənə, baş gönürüm. Sən mənlə belə barışmırsan, mən də istədim bu xanına istifadə edib səni qısqandıram biraz. Taktika qurdum beynimdə. Mən oyuncağam. Ya siz oyuncaq değilsiniz. Bu böyük bir oyundur. Bu oyunun içinde siz figursunuz. Oyuncaq ne olursunuz? Figur. Bu işe düşmədim. Arzu, her şey sen özün başa düşün. Hadi sen yakala, sen özün bu cavanların başasın. Ya taptal yarım ha sen. Seni taptal yarım. Kadın değilsen sen ne vursan kadın. Bize kadar taptal yarım ha sen. Seni taptal yarım. Ne varsa
hamısı şıxəlidir. Gül, 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 gül. Bak, dişləri də şıxəlidir. Əvvəla problem ondadır ki, şimdi biz bak tutaq ki, mən qızı qaçırdım. Hara para koyadım da. Heç bunu fikirləşirsən sən. Sən dedin ki, xalan gül aparacaqsın. Hətta xalam ki də deyir ki, o qızı gətirirsə 2 gün qalayaqsa 200 manat pul alayım da, belə işlədir o oranı. Ver ay qardaşım pulunu. Ver qardaşım pulunu. Hemen orada durur orada. Ona ver, ona ver. Hemen. Bu da halımı bir şeydir. Mənim özüm bu il 4 tane divar cırmaqlamışım, dağıtmışam. Oturdum, tamamı belə. Düşüm aşağıdan mağazından şam alım, girim otağıma yatım. Şam yat, Şam yapmışsın, bəli deyərsən. Miau. Miau. Elə bil məni kimi, bu da özünə ömürcü yığılacaqlarında. Deyirəm axı, ona görə evdə də divanı cırmaq eləyib. Bu da, hələ bu bir şeydir, divanı cırmaqlayır. Mənim özüm bu il 4 tane divan dəyişmişəm.